Paketləyici işlərindən də bəhs etmək istəyirəm. Qablaşdırma, paketləmə, çeşidləmə işlərindən də bəhs etmək istəyirəm sizə yoldaşlar. Onunla bağlı, misal üçün, bir neçə variant var. Onları bir nəzərinizə çatdırmaq istəyirəm yoldaşlar. Misal üçün, Polemek şirkətində var qablaşdırıcı paketləyici. Misal üçün, bu zəif əmək haqqılıdır. 300-400 manatlıq bir işdir yoldaşlar. Suraxanıdadır. 18-30 yaşlı kişilər üçündür. Bundan əlavə 500 manat civarında olan variantı da var. Mirzəoğlu'da, Buzovnadadır bu da. 23-45 yaşlı xanımlar üçündür. Amma belə, yəni, paketləmə işləri yoldaşdır. Bəzən 800-900 manatlıq variantları da olur. Mən indi sizə ən son olanları bildirirəm deyə. Yəni, bunlardan hər hansısa bir uyğunsuz olsa sizə, yəni, heyfsilənməyin. Çünki hər an yeni, ən gözəl, yüksək əmək haqqılı olan variantı da ola bilər. Azca da var qablaşdırıcı işi yoldaşlar. 20-35 yaşlı şəxslər üçündür. Burada 650 manata yaxın qazana bilirsiniz. Bundan əlavə Agrotrade-də var. Burada paketləmə operatoru da var, fəhləsi də var. Bu Xırdalanlı olmalıdır, səhv xatırlamıramsa. Burada orta təhsiliniz olmalıdır, ən azı orta təhsiliniz olmalıdır. Bəli, bu iş Xırdalandadır yoldaşlar. Və burada növbəli iş rejimində də işləməyi bacarmalısınız, paketləmə fəhləsində. Sonra qablaşdırıcı xanım işi də var. Confirm şirkətindədir yoldaşlar bu iş. Bu işin də əmək haqqısı güclü deyil yoldaşlar. Burada maksimum 517 manat qazana bilərsiniz. Belə bir variant var. Badamdar şosesində olmalıdır bu. 21-45 yaşlı xanımlar üçündür. Bundan əlavə 50 yaşa qədər olan şəxslər üçün də var. Etiket yapışdıran işidir yoldaşlar. Qida məhsullarının üzərinə etiket yapışdırırsınız. Bunun da əmək haqqısı 500 manatdır. 18-50 yaşlı şəxslər üçündür. Ulduz şokolad fabrikindədir. Bu işlərə müraciət etməkdə də çətinlik çəkirsinizsə, digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlü iş tapmaca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əzvalı kanalına. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.